Davam edirik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 110 ailə olmaqla 397 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Bəli, göz aydınlığı verirəm mən öz yurdlarına qayıdan bizim keçmiş məcburi köçkülərimizə. Onlar artıq məcburi köçkün sayılmırlar. Deyirəm ki, yurd yerinizdə könül xoşluğu ilə yaşayasınız, yaradasınız.